Nəyə görə mehriban, qayğıkeş kişilər qadınlar tərəfindən diqqət görmür? Əksinə, nə qədər psixopat, əclaf, kobuddusa, bir o qədər çox sevilir, onun üçün dərs çəkilir və həmin adam unudulmur. Eyni şey qadınlar üçün də keçərlidir. Məsələn, burasındadır ki, məhz qayğıkeş olmayan, fədakarlığı bilməyən qadınlar da kişilər tərəfindən daha çox sevilir və dəyər görür. Bunun səbəbini alimlər tapıblar. İllərdə, filmlərdə, seriallarda, kitablarda anlamadığımız bu qeyri-adi nəslənin səbəbi bilirsinizmi nəymiş? Sən demə, insanlar şuur altında anlayırmış. İnsan nə qədər psixopatdırsa, bir o qədər ehtiraslıdır. Nə qədər romantikləşdirməyə çalışsaq da sevgini, nəticə etibarilə biz hamımız bioloji varlığıq. Biologiya da burada da öz sözünü deyib. Çox maraqlı xəbərdir, birlikdə izləyək. Nə qədər psixopatsansa, o qədər ehtiraslısan. Emory Universitetinin psixoloqları müəyyən ediblər ki, başqalarını yalnız cinsi əlaqə vasitəsi kimi görən insanlar əslində daha çox mənfi keyfiyyətlərə malikdirlər. Araşdırmanın nəticələri Personality Disorders Theory, Research and Treatment jurnalında dərc olunub. Tədqiqatda 800-dən çox amerikalı qadın və kişi iştirak edib. Nəticələr göstərib ki, başqalarını sadəcə seksual obyekt kimi dəyərləndiriləndə mənəvi soyuqluq, egoizm və impulsiv davranış daha güclüdür. Ən çox əlaqə isə əclaflıq, yəni hiyləgərlik, kin və vicdansızlıqla müşahidə olunub. Kişilər ümumilikdə daha yüksək nəticə göstərsələr də, psixomatik xüsusiyyətlər qadınlarda daha kəskin formada təzahür edib. Alimlər bunu sosial normaların qadın davranışını daha çox məhdudlaşdırılması ilə izah edib. Psixoloq Thomas Costello qeyd edib ki, bu cür qadınlar cəmiyyətin qadağalarını pozmağa və başqalarını cinsi məqsədlə görməyə daha çox meyillidir.